Yəni bax burada deyir ki, 30 dərəcə Selsi temperaturda 200 qram suda X duzu həll edildikdə 250 ml məhlul alınır. Həmən temperaturda bu duzun həll olma əmsalı 500 qram litr olarsa, alınmış doymuş məhlulun sıxlığını hesablayın. Deməli, həmən temperaturda deyir bizim bu duzun həll olma əmsalı 500 qram litrdir. Bu deməkdir ki, KH-ımızın 500 qram litr olmağı nə deməkdir? Bax, bunun rahat oxumağın yolunu demişdim. Deyirəm ki, litr 1000 qramı göstərir. Deməli, burada 1000 qram su var. Qabağa yazılmış 500 isə buradakı duzun kütləsini göstərir. Yəni, 1 litr, başqa cür desək, 1000 qram suyun içində 500 qram duz həll olur və bu zaman 1500 qramlıq doymuş məhlul yaranır. İndi bizim 1500 qramlıq doymuş məhlulumuzun içərisində 1000 qram su varsa, görəsən 200 qramlıq su ilə hazırlanmış doymuş məhlulun kütləsi neçəyə bərabər olacaq? Buradan, deməli, belə deyək də, 200 qramlıq su ilə hazırlanmış doymuş məhlulun kütləsini 300 qram tapırıq. İndi doymuş məhlulumuzun kütləsi 300 qramdırsa və doymuş məhlulun həcmi də 250 ml bərabərdirsə, onda mən bu məhlulun sıxlığını tapmaq üçün məhlulun kütləsi 300-ü bölərəm məhlulun həcmi 250-yə və buradan məhlulun sıxlığını hesablayaram. Deməli, 300-ü böldüm 250-yə, bu da mənə verdi 1,2. Deməli, sıxlığımız 1,2-yə bərabər olacaq. Doğru cavab Y variantı. Digər halda deyir ki, su əlavə olunduqdan sonra duzun suda 10% məhlulu alınarsa, X-i hesablayın. Deməli, bizim qabımız var. Qabımızın içində hələ su əlavə olunmamışdan qabaq 40 qram doymuş məhlul var və doymuş məhlulun KH-ı 1000 qram litrdir. Yenə deyirəm, baxın, KH-ın 1000 qram litr olmağını biz necə ifadə edirik? Baxırıq litr söhbətinə. Litrimiz nə deməkdir? 1000 qram su deməkdir. Bu, nə qədər duz həll edib? Qabağa yazılan 1000 duzun kütləsini göstərir də. 1 litr, yəni 1000 qram su, 1000 qram duza həll eləyib 2000 qramlıq doymuş məhlul yaradır. İndi 2000 qramlıq doymuş məhlulum yarandı, düzdürmü? İndi mən bilirəm ki, 2000 qramlıq doymuş məhlulum varsa, mən bunun omeqasını hesablaya bilərəm də. Omeqamız nəyə bərabərdir? Duz, yəni 1000 bölünsün məhlulun kütləsi 2000 vurulsun 100%-ə. Ya da bunun düsturu var. Omega bərabərdir KH bölünsün KH üstə gəlsin 1000 vurulsun 100%-dən də istifadə edə bilər. Sadəcə mən bunun mənasını izah eləmək istədimsə ki, omega necə tapılacaq? Buradan omeqamız olacaq 50%li məhlul. İndi omeqamız 50%lidir, məhlulumuz da 40 qramdır. Deməli, mənim əlimdə əvvəlcə 50%li 40 qramlıq doymuş məhlul var. Bunun içərisində x qram su əlavə elədim və 10%li məhlul aldım. Bunu düsturla da hesablaya bilərsiniz. Başqa bir yolunu da deyəcəm. Düsturumuz nədir? M1 omega 1 üstə gəl M2 omega 2 bərabərdir M1 üstə gəl M2 vurulsun omega son. İndi birinci məhlulum qabın içində olan məhluldur. 40 qram 50%li məhluldur. Birinci məhlulum 40 qramda, omeqam da 50%lidir. M1 omega 1 üstə gəl. Sistemə əlavə olmuş ikinci maddə sudur. Suyun omegası 0% qəbul olunur. Kütləsi haqqında məlumatım yoxdur. M2 vurulsun 0%. Bərabərdir. Birinci məhlul 40 qram, sistemə əlavə olunmuş su M2 qram. M2 qram x-la işarəliyib burada. Lap gəlin siz bizə M2-ni də x eləyək elə, lap rahat olsun deyə. 40 üstə gəl x vurulsun omega son məhlulum 10%li məhluldur. Buradan da hesablama apara bilərsiniz. 40-ı 50-yə vurduq. Elədi neçə? 200, daha doğrusu 2000. 2000 bərabərdir 400 üstə gəlinsin 10x. 10x-ə baxın buradan aşağıdan yazdım. 2000-dən 400-ü çıxdıq elədi 1600. X-imiz da bərabər olacaq. 1600 də ona böləndə x-imiz də eləyəcək 160 qram. Buradan da tapa bilərsiniz. Laf bunu başqa yolla xaç soluna da eləyə bilərsiniz. Neçə faizli məhluldur? 50%li. 50%lə nəyə qaçdırmışam? 0%lini. Çünki su əlavə eləmişəm də sistemə deyir su əlavə eləmişəm. Sonda nə almışam? 10%li məhlul. Xaç soluna görə böyükdən kiçik çıxıb əks tərəfdə yazacaq. 50-dən 10 çıxdıq 40, ondan 0 çıxdıq 10. İxtisar apardıq 1-in 4-ə nisbəti. Yəni 50%li məhluldan 1 nisbət götürəndə sudan 4 nisbət götürməliyik. Yəni su 4x götürüləndə 50% məhlul 1x qədər götürülməlidir kütləcə. İndi 50% məhlulumu 40 qram götürmüşəmsə 0%, yəni suyu ondan 4 dəfə artıq, yəni 4x qədər götürməliyim. Yəni də 160 qramı buradan hesablaya bilərsiniz. Yəni sizə necə rahatlıqla elə hesablayın. Bir neçə həll yolu var. Burada məsəl üçün deyir ki, hansı maddələrin məhlullarını qızdıranda kütlə payı artır. Aha, deməli nitrat turşusunu qızdıranda, burada bilirsiniz ki, nitrat turşusu işıq şüalarının tərsindən hətta parçalana bilir. NO2, oksigen və su verir. İndi burada nitrat turşusu parçalanıb NO2, oksigen, su verir. Qazlar uçur gedir havaya. Burada nitrat turşusunun kütləsi azalır və kütlə payı get-gedə azalacaq. Artmaz, azalar.
Həmçinin amonium hidroksid bilirik ki, amoniakın suda məhluludur da. Amonium hidroksid NH4OH qızdırılanda amoniakla su şəklində ayrılır və amonium hidroksidin özü azalır. Həll olunan maddənin kütləsi azaldığına görə kütlə payı da azalacaq. Amma natrium OH-dır, kalsium xlor2-dir. Bunları qızdıranda burada belə deyək də uçub gedən bir şey yoxdur axı. Yəni uçub gedən bir şey olmadığına görə, yəni parçalanma müşahidə olunmadığına görə burada heç bir belə deyək də azalma prosesi, kütlə payında azalma prosesi müşahidə olunmayacaq. Əksinə belə deyək də artmalıdır. Əslində kütlə payı artmalıdır. Əslində natrium OH-la razı deyiləm bir qədər. Bilirsiniz də qələvlərin həll olması eksotermikdir. Nəsə bunu niyə belə yazıblar bilmirəm. Biraz qələvlərdə biraz daxilə girəndə biraz problem yaşayırıq, amma bunlar çox güman ki elə 1 ilə 4 götürüblər cavabı. Amma natrium OH-ın əslində qələvi də suda həll olması temperaturla tərs asılı olmalıdır. Yəni niyə bunu belə yazıblar bilmirəm. Yəni mən bundan əsla razı deyiləm. Amma olsun, yəni buradan ancaq 1-4 cavabı çıxır, çünki nitrat turşudan amonium hidroksid heç cürə alınmır. 47-yə də gələndə bu nədir? Deməli, yadda saxlayırsınız müəllimlər. 600-dən 250. Həmişə yadda saxlayın. KH-lar arasındakı fərq çökən duzu göstərir. 600-dən 250-ni çıxdıq, bizə verdi 350 qram. Deməli, 350 qram çökmə müşahidə olunur. Nə zaman? KH-ımız 600 qram litr olanda. Çünki baxın 50 dərəcə Celsius temperatur deyirsə, mənim 50 dərəcədə KH-ım 600 qram litrdir. Yəni 50 dərəcə Celsius temperaturda KH-ın 600 qram litr olmağı nə deməkdir? Yenə oxuyuruq. Litr 1000 qram suyu göstərir. 600 qabaqda yazılan duzun kütləsini göstərir. Deməli məhlul 1600 qram olur. Və məhlulun 1600 qram olanda burada nə qədər çökmə müşahidə olundu? KH-lar arasındakı fərq qədər. Yəni 350 çökmə müşahidə olundu. Bəs görəsən 800 qramlıq məhlulda nə qədər çökmə müşahidə olunacaq? Burada çökməni 175 tapırıq. İndi mənim əgər 800 qramlıq məhlulum varsa, bundan 175 qramı çökəndən sonra əlimdə nə qədər məhlul qaldı? 625 qram məhlul qaldı. Yeni məhlulum 625 qramdır. Sıxlığım da 1,25-dirsə, rho bərabərdir m bölünsün v, v də bərabərdir m bölünsün rho düsturuna görə mən buradan məhlulun həcmini tapanda məhlulun kütləsi 625-i bölərəm məhlulun sıxlığı 1,25-ə. Buradan tapacağım ki, məhlulun həcmi 500 ml bərabərdir. Növbəti digər suala keçək. Deyir, nəsə qida sənayesində burada əvvəlcə məlumat verir, məhlullar geniş istifadə olunur və s. Sonra deyir ki, şəkərin suda həll olması bir sıra amillərdən, o cümlədən temperaturdan asılıdır. Göründüyü kimi temperatur artanda KH artır, yəni həll olma artır. İndi deyir ki, 20 dərəcədə suda hazırlanmış 200 qram, yəni 200 qramlıq sudan istifadə etməklə hazırlanmış doymuş məhlulu 50 dərəcəyə qədər qızdıranda yenidən doymuş məhlul almaq üçün sistemə nə qədər həll olan maddə əlavə etmək lazımdır. Birinci biz burada qrafik oxumağı bacarmalıyıq. 20 dərəcə Celsius temperaturda KH-ımız 400 qram litrdir. Yəni 20 dərəcə Celsius temperaturda KH-ın 400 qram litr olmağı o deməkdir ki, 1 litr su, başqa cür desək 1000 qram su, 400 qram duzu həll eləyib 1400 qramlıq doymuş məhlul yaradır. Mən bunu 50 dərəcəyə qızdıranda KH-ım olur neçə? 700 qram litr. Yenə bunu oxusaq, burada yenə 1 litrdən, yəni 1000 qram sudan söhbət gedir. 1000 qram su bu səfər 700 qram duzu həll eləyib 1700 qramlıq məhlul yaradır. Deməli mən 20 dərəcədən 50 dərəcəyə gələndə bayaqları 1000 qram suyum 400 duzu həll eləyirdisə, indi 1000 qram suyum 700 duzu həll eləyir. Deməli mən belə çıxır ki, 20 dərəcədə 1400 qramlıq məhlul götürsəm, onu 20 dərəcədən 50 dərəcəyə qədər qızdırsam, bayaqları 1000 qram suyum 400 duzu həll eləyirdisə, indi həmin o 1000 qram su 700 qram duzu həll eləyir, 700-dən doyur. Deməli mən sistemə hələ əlavə 300 qram da duz əlavə etməliyəm burada. Yəni burada artıq 400-dən 700-ə gələndə 300 qram duz əlavə etmiş oldum da burada artıq. Əlavə etmişəm deyəndə 400-dən 700-ə gəldi, 300 əlavə elədik. Çökmə deyəndə əksinə baxırdıq. 700-dən, yəni çökmə deyəndə soyuduruq. Məsələn 50-dən 20-yə gətiririk temperaturu, deyirik hə 300 duz çökdü. İndi burada temperaturu artırıramsa, qızdırma baş verirsə, onda 400-dən 700-ə gəldim, 300 əlavə elədim də, düzdürmü? İndi 20 dərəcə Celsius temperaturda 1400 məhlulum 300 duz əlavə eləməklə doymuş vəziyyətə gəlirsə, o zaman və 1400 qramlıq məhlulu hazırlayanda mən neçə qram sudan istifadə elədim? 1000 qram sudan. İndi yazacağım 1000 qram sudan istifadə edəndə 300 qram duz əlavə elədik sistemə. İndi deyərsiniz ki, nəyə görə su ilə tənasüb qurur? Çünki bizə deyir ki, 20 dərəcədə gəlsən 200 qramlıq sudan istifadə elə, məhlul hazırla. İndi mən bayaqdan 1000 qramlıq sudan istifadə edirdim, məhlul hazırlayırdım və həmin o məhlulları hazırlayanda 20 dərəcədən 50 dərəcəyə gələndə
KH 400-dən 700-ə gəldi və sistemə mən 300 qram duz əlavə etməli oldum. 1000 qram sudan istifadə edəndə sistemə 300 qram duz əlavə edirdimsə, görəsən 200 qram sudan istifadə edəndə sistemə mən nə qədər duz əlavə etməliyəm ki, deməli doymuş və məhlul ala bilim. Bu da ixtisar aparsaq 5 dəfə azdır, 300-ü 5-ə böləcəkdir. Elə bil ki, bu da mənə verəcək 60 qram duz, 60 qram duz əlavə etməliyəm. Növbəti bu məsələyə baxaq. Deyir, eyni maddənin bərabər kütləli müxtəlif məhlullarını qarşılanda alınan məhlulun qatılığını faizdən hesabla. İndi mən yenə deyirəm, KH verəndə omegaya keçid düsturumuz var. Omega bərabərdir KH bölünsün KH üstə gəlinsin 1000 vurulsun 100% düsturumuz var. İndi burada omeganı tapanda mən nə edirəm? KH-ımız 250-dir. Omeganı tapanda 250-ni bölərəm. KH üstə gəlinsin 1000-ə. Yəni 250 üstə gəlinsin 1000 vurulsun 100%-ə. Buradan da tənliyə həll etsək, omegamız bərabər olacaq neçəyə? 20%li məhlul. Düzdürmü? 250-ni 1250-yə bölərik də bizə verəcək 20%li məhlul. İndi deyir ki, bu 20%li məhlulla 10%li məhlulu bərabər kütlədə götür. İndi eyni kütləli götürəndə burada ədədi ortanda tapa bilərsiniz. 20% ilə 10%-in ədədi ortası 20 üstə gəl 10, 30, 32-yə böldük 15. Deməli, biz buradan 15%li məhlul hazırlayacaq. Əgər buna çətinlik çəkirsinizsə, belə də eləyə bilərsiniz. Düsturumuz var. M1 omega 1 üstə gəl M2 omega 2 bərabərdir. M1 üstə gəl M2 vurulsun omega sona. Aha, buradan M1-imiz birinci məhlulun belə deyək də kütləsi nəyə bərabərdir? Deməli, bizə deyir ki, hər iki məhlulu eyni kütlədə götür. Birinci məhlulun da kütləsini x qram yazaq. Omega 1-imiz də 20%lidir. Üstə gəlirik ikinci məhlulun kütləsi, bilmirəm, x qram yazaq. Çünki hər ikisi eyni kütlədə götürülüb deyir. Və ikinci məhlulun da omegası 10-dur. Bunlar bərabərdir. Birinci məhlulun kütləsi üstə gəl ikinci məhlulun kütləsi, yəni x üstə gəl x vurulsun omega son. Omega sonu məlum deyil, elə onu soruşur. Buradan da 30x bölünsün 2x bərabər olacaq omega sona, yəni hesablayanda omega son nəyə bərabərdir? 20x-in üzərinə 10x gələndə 30x elədi. Bu 2 dənə x-də bölürük buna da. X-lər ixtisar getdi. Omega sonumuz buradan 15%-ə bərabərdir. İstəsəz bu yolla eləyin. İstəsəz ədədi orta ilə də hesablaya bilərsiniz. Məncə qutardı, bu qədər idi.